Selamünaleyküm dostlar, hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Bizim əzizimiz, baş tacımız olan qeyrətli qardaşımız Şeyx Sərdarla bağlı olacaq mənim çıxışım. Xahiş edirəm bütün əzizlərimdən, dostlarımdan ki, bu videonu paylaşsınlar və ictimailəşdirsinlər ki, geçsin Mirqapar, üzr istəyirəm. Mir Saleh Seyidova bu şərəfsizin sifarişi ilə bugünkü gündə Şeyx Sərdar Karsa salınıb. Əziz və dəyərli dostlarım, dəyərli qardaşlarım, 19 oktyabr 2021-ci ildə bilirsiniz ki, İrana göyə casusluq ittihamı ilə Şeyx Sərdar Həsənini 17 il azadlıqdan məhrum edildilər. Demək olar bir müddət Milli Təhlükəsizlik Nazirliyi TTX-nin padvalında saxlanıldı. Bir müddətdən sonra onu göndərdilər normal cəza çəkmə müəssisəsinə. Demək olar bir günləri Şeyx Sərdar Həsənini göndəriblər bir saylı cəza çəkmə müəssisəsinə və cəza çəkmə müəssisəsində göyə Şeyx Sərdar Həsənli hansısa qaydaları pozduğuna görə Şeyx Sərdar Həsənli Karsa bağlayıblar. Mən buradan şərəfsiz Mir Saleh Seyidova səslənirəm. Mir Saleh, bu sənsən. Şərəfə tüpürüm, qeyrətə tüpürüm, olmayan şərəfə tüpürüm. Bax, misal et, sənin işçilərin deyir ki, Şeyx Sərdar Həsənini Karsa saldıran Mir Salehdir. Bax, mən sənə buradan deyirəm, misal et, sən olmayan kişiliyə tüpürüm, sənə olmayan qeyrətə tüpürüm. Demək olar, azadlıqda da insanlara imkan vermirsiniz, həbsdə də imkan vermirsiniz. Hatta həbsdə olan əzizlərimizi, dəyərli qardaşlarımızı, dostlarımızı bir gün Karsa salıb onlara işgəncə verirsiniz. İşgəncəni də verəm, bax, bu həmən gördüyümüz bu şəkildə Mir Saleh Seyidovdur. Polkovnik, şərəfsiz. Şərəfsizin belindən əmələ gələn. Bəli, bax, Mir Saleh, mən bunu deyirəm ki, qoy sənin ailən baxsın. Qoy sənin ailə üzvlərin bu video baxsın, sənin üzvə tüpürsünlər ki, sən hansı yolun yolçususan. Bir günləri Azərbaycan xalqının qeyrətli oğullarını Karsa salıb, işgəncə verib, həzz alırsan sən. Bəli, bir vaxt gələcək, bir zaman gələcək. Mir Saleh Seyidov, sənin kimi şərəfsizləri Karsa salınıb, uç işgəncələr vermişsən ki, bugünkü gündə bu qardaşlarımızın, əzizlərimizin, dostlarımızın o kamerələrdə, kasslarda o qan ləkələri var ha. Bir gün o qan ləkələrini səni dili ilə xalq yalatdıracaq. Buna əmin olasan. Buna əmin olasan ki, mən həmişə də deyirəm, bax, bir gün də deyirəm, bunların arvadlarının at paltarına qədər həbsdə olan, istər inancı olsun, istər müxalifətçi olsun, istər qeyri bir vətəndaş olsun. Bax, bu kişilərin pulları ilə bir gün ailəvizə lüks həyatı yaşayırsınız. Bir gün bahalı maşınlarda gezdirirsiniz, bahalı villalarda yaşayırsınız. Tüpürümsüzmü olmayan qeyrət bizə. Mən buradan dostlarımdan, qardaşlarımızdan xahiş edirəm və təvəqqəm var. Bu videonu paylaşın ki, geçsin Mir Saleh Seyidov şərəfsizə, qeyrəti olmayan, kişiliyi olmayan, mənliyi olmayan Mir Salehə bu video ulaşsın. Tüpürün Mir Saleh sənin şərəfə, bax, sənin üzvə. Sağ olun, Allah'a emanet.